Hər mühüm Allah Subhanahu taala Adəmi ən gözəl şəkildə yaratdı və əmr elədi ki, Allahın hikmətidir. Əmr elədi ki, ona səcdə eləyin. Hamısı səcdə elədi mələklər, iblisdən başqa. Və təkəbbürlük elədi və kafirlərdən oldu. Deməli, insan təkəbbürlük eləyərsə, kafirlərdən ola bilər. Ona görə də çox ağır və təhlükəli məsələlərdən birisidir. قال ما منعك ألا تسجد إذ أمرتك قال أنا خير منه خلقتني من نار وخلقته من طين. Allah Teala dedi ki, mən yaratdığıma nəyə görə mənim əmrimə itaət eləmədin, səcdə eləmədin? Mələklər elədi, sən eləmədin. Dedi ki, İblis deyir, mən ondan xeyirliyəm. Qiyaslayır həm də. Mən ondan xeyirliyəm. Məni deyir, oddan yaratmışsan, onu palçıqdan yaratmışsan. Təkəbbürlü, yəni özün yuxarı gördü. Və həm də burada təkəbbürlü, başqasını aşağı gözlə görmək, həm də iştihad elədi. Həm də qiyas elədi. Yəni ki, o palçıqdandır, mən oddan, deməli, mən xeyirliyəm. Öz ağlına. Burada görün nə qədər faydalar çıxır. Yəni, təkcə təkəbbürlü məsələsindən başqa da. Bu təkəbbürlü elədi. Deməli, qiyas eləyə bilərsən, ancaq düzgün qiyas olmaya da bilər. Və sənin lənətlənməyvə, yəni küfrə düşməyvə səbəb ola bilər. Və həmçinin, bəzən olur ki, məsələn, Mumayyilərdə, hizbiçilərdə var, xavariclərdə, belə bir şeylər, deyir, onun da dəlili vardı, onun dəlilini də qəbul vermək lazımdır. Yəni, amma İblisin də dəlili vardı, gördün mü? Dəlil gətirdi ki, mənə oddan yaratmışsan. O neçə palçıqdan yaratmışsan. Yəni, hər dəlil yerinə düşmürsə, yəni o onun qayəsində durursa, o sayılmır. Hədin mi? Deməli, o qayda batildir ki, məsələn, o bidə təhlilində, məsələn, xurafat təhlilində dəlili var da, məsələn, o düzgün deyil. Yəni, o dəlil özlüyündə batildirsə, o dəlil sayılmır. Və yaxud da ki, ola bilər ki, məsələn, İblis burada düz idi həm də. Dedi ki, onu palçıqdan yaratmışsan, mən oddan yaratmışsan. Həqiqətən də İnsan övladı süzülmüş, təmizlənmiş, Allah hazinə tərdir, palçıqdan yaranıb, torpaqdan yaranıb. Və İblis də, şeytan da oddan yaranıb, bilirsiniz. Və yəni, amma ki, dəlil nədir? Yerinə düşmədi, düz olmadı, qəbul olunmadı. Və Allah Teala nədir? Qalə fəhbit minhə fəmə yəkun ləkə ən tətəkəbbərə fiyhə fəxruc innəkə minəs sağirin. Deyir, buradan aşağı in, yəni cənnətdən aşağı in yer üzünə. Sənə burada deyir, təkəbbürlü etmək olmaz, yaramaz. Sən deyir, alçaq olaraq aşağı in. Buradan rədd ol, çıx. Qalə ənzirni ilə yevmi yübəəsun. Deyir, onları deyir, mənə vaxt ver. Onları, yəni hesaba çəkən günə qədər, yəni ölənə qədər onların mənə neylə? Vaxt ver. Vaxt istəyir, möhlət istəyir Allahdan. Qaləkə inəl munzarin. Sən, Allah Teala deyir ki, sən möhlət verilənlərdənsən. Qalə fəbimə əğvəytəni ləqudənnə ləhum sıratəkəl müstəqim. Sən mənə azdırdığına görə, mən də sənə doğru yolunda oturub onları azdıracağım. Haqq yoldan azdıracağım. ثُمَّ لَآتِيَنَّهُمْ مِنْ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَنْ شَمَائِلِهِمْ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ. Sonra deyir, mən onların önlərindən, arxalarından, sağlarından və sollarından gələcəm. Yəni, hər yolundan, hər bir şeylə çalışacağım ki, onlar sənin doğru yolundan çıxsınlar. Və onların çoxsunu neynəməyəcəksən? Haqq yolda görməyəcəksən. Sən şükür eləyənlərdən olmayacaqlar. Qalə xuruc minhə məz'umən mədhura ləmən təbiəkə minhum ləəmləənnə cəhənnəmə minkum əcməin. Allah Teala deyir ki, sən çıx buradan, ged və mənfur, qovulmuş şəkildə buradan çıx və kim sənin ardınca gələcəksə, sizi hamınızı bir yerdə cəhənnəmə dolduracaq. Və gördüyünüz bu ayət şəriflərdə, yəni təkəbbürlü yaxında ayətlər çoxdur. Yəni burada, deməli, bu günah, bu böyük günah, insanı məhv eləyən bu günah kimdən qaldı? İblisdən qaldı, onun yoludur. Və hətta görün nə cür böyük danışdı. Allahın qarşısında hətta.
Allahın qarşısında da böyük-böyük danışdı. Və özündən razı halda, özünü üstün görərək danışdı və nəticədə nə oldu? Kafirlərdən oldu. Allah Taala'nın mərhəmətindən uzaq düşdü. Və bu yolda nədir? Onun nədir? Yoludur. Və kim bu yolu gedirsə, deməli, kimin yoludur bu yol? Kimin sünnəsidir? Sünnə yol deməkdir. İblisin. Və əgər insanda təkəbbürlük varsa, onun ustadı, müəllimi nədir? Şeytandır. Və onun nümunəsi isə kimdir? Nümunə götürdüyü iblisdir. Və ona görə də hər birimiz nədir? Bu günahdan çəkinməliyik və həmin günahı birinci dərk eləmək lazım ki, o nədir?